Hayat qəhrəmanlar diyarı, doğulub böyüyüb başa çatdığımız qəhrəmanlar diyarı Biləsuvarımıza gəldik, çatdıq və burada gəldik ki, şəhidimiz Rövşən Eynullayevi də ziyarət edirik. Gedəyəm, Allah şəhidlərimizin ruhunu şad eləsin. Şəhid Məmmədov Fariz Fərhadoğlu'nun adına olan bulaq, Allah ruhunu şad eləsin. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Bax, hal-hazırda şəhid atası gəldik, gördük ki, Elşən əmi oğlunun məzarı önündədir. Hər gün belə gəlir oğlunun məzarı önünə. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Şəhid ataları hamısı bax bu cürdür. Dəyərli izləyicilər, nəhayət doğulduğumuz, böyüyüb başa çatdığımız qəhrəmanlar diyarı Biləsuvarımızdayıq. Bugün Ağcabədi, Beyləqanın Bəkir Kəbirli kəndi və axır nəhayət gəldik şəhidimiz Rövşən Eynullayev Elşən oğlunun məzar önündür. Elşən əmi, qarşında baş əyirik. Bugün rahat, sərbəst, azad torpaq üzərində gəzməyimiz sizin kimi qəhrəman atalara borcludur. O atalarsınız ki, övladıcı vətən uğrunda qurban verib. Təki, vətən sağ olsun deyən atalarsınız. İstərdim hal-hazırda Yusuf dayı antiterror şəhidi Rəsul qardaşımızın atasıdır. İstərdim elə sözü Rəsul qardaşımızın atası Yusuf kişidən götürək. Buyur. Sağ olsun. Allah şəhidlərimizi rəhmət eləsin. Allah məqamlarımızı eləsin. Allah Elşən qardaşıma da səbir versin. Onun anasına da səbir versin. Allah balalarımızın məqamlarını üzə eləsin. Allah onları İmam Hüseyndən ayrı salmasın. Çox sağ ol, var ol. Allah köməyin olsun. Elşən əmi, bir qəhrəman atası kimi Allah səni var eləsin deyirəm. Allah Rövşənimizin adını daşıyan ev üzdəki o balaca Rövşənə uzun ömür, can sağlığı, belə deyək, nəsl üzün hər zamandakı kimi bu Rövşən kimi adını uca tutsun, canlı qəhrəmanımız olsun. Sizlərdən söz götürək, buyur. Sağ olun. Allah cəm şəhidlərin İmam Hüseyndən ayrı salması. Çox sağ olun, gəlibsiniz. Allah razı olsun. Getdiyiniz rayonlarda şəhid qəbirlərini ziyarət edirsiniz. Allah ziyarətinizi qəbul eləsin. Sağ ol, ay Üsad. Çox sağ ol, sən də çəkib işmanlığına görə. Borcumuzdur. Allah razı olsun. Təşəkkür, var olasın. Sağ ol, qardaş. Var olasın. Allah qazilərimizə şəfa, veteranlarımıza can sağlığı. Bugün üç rəyli bayraq altda, əldə silah, əsgərindən zabitinə kimi bizi qoruyan orduna Allah qorusun deyirəm. Və bir daha sizlərin simasında bütün şəhid valideynlərin qarşısında baş əyirəm. Var olasın.